Zolaq var, zolaq var. Zolaq var. Ay. Salam aleyküm. Əzizim, zolaq nədir bilirsiniz yəqin ki? Yox. Bayaq da mənim zolağıma çıxdınız, indi də mənim zolağıma çıxdınız. Birinci zolaqda gedir. Əzizim, bayaq da istəyirsiniz, bax kamera var, kamerada da göstər. Bayaq da zolağıma çıxdınız, indi də zolağıma çıxdınız. Nədir bu bizim sürücülərin zolaqla olan düşmənçiliyi? Açığı mənə çatmır. Çünki zolaq var və bu zolaqla hərəkət etmək lazımdır. Əgər onu dəyişirsinizsə, dönmə siqnalından istifadə eləyirsiniz, xəbərdarlıq edirsiniz ki, siz zolaq dəyişirsiniz. Əks halda öz zolağınızda hərəkət edib ünvana çatırsınız. Çox bəsit bir şeydir. Amma bizdə döngələrdə, virajlarda zolaqdan zolağa keçmək var. Yəni öz zolağınla hansısa viraja girib eyni zolaqdan çıxmaq nədənsə bizdə mümkün olmur. Zolaq dəyişəndə dönmə siqnalından istifadə etmək ümumiyyətlə məncə bir çoxuna pis gəlir və ən mənim əsəblərimə çox toxunan zolağı avtomobilin ortası ilə tutub hərəkət etmək. Bunlara görə cərimələr niyə tətbiq olunmur? Çünki cərimələr var, amma tətbiq olunmur. Kameralar hər yerdə var, amma zolaqların qorunmasını müşahidə etmir, halbuki texniki olaraq bu mümkündür. Məncə buna qarşı cərimələr həm yüksəlməlidir, həm də ki, daha çox nəzarət olmalıdır və kameralar daha çox onu müşahidə etməlidir.